Salam əziz şagirdlər, Üzeyir Paşa kanalında hər birinizi xoş gördüm. Bugün 5-ci sinif riyaziyyat kitabının 1-ci hissəsindən onluq kəsirlərin toplanması və çıxılması olan mövzusunu, tapşırıqların və dərsin izahına bir yerdə baxacağıq. Videolarımızı bəyənib kanalımıza abunə olmağı unutmayın. Səhifə 94, 95, 96 və 97-ci tapşırıqlara baxırıq. Araşdırma və müzakirədə bizə deyir ki, alıcı bir albom və bir kitab aldı. O kassaya 10 manat verdi. Kassir alıcıya neçə manat pul qaytarmalıdır? Bunu necə tapmaq olar? Əgər burada albomun qiyməti 3 manat 60 qəpik, kitabın da qiyməti 4 manat 80 qəpikdirsə, 3 manat 60 qəpik ilə 4 manat 80 qəpik toplamalıyıq. Buradakı sıfırlar nəzərə alınmayacaq. Deməli, 6-ın üstünə 8 gələndə edəcək 14, 1 yadda. 3 ilə 4-ü toplayacaq 7, o da 1, 8. Vergülü də həmin yerə çəkəcəyik, yəni ki, tamdan sonraya çəkməliyik. 10 manat verdiyinə görə 10 manatdan da 8,4-ü çıxmalıyıq. Bu da bizə verəcək, mənə belə yazılacaq 10, 0, burada 8,4 kimi göstəriləcək. Buradan birim verəcəm buna, birim verəcəm buna, edəcək 10, 10-dan 4 çıxanda 6, burada 9 qalacaq, 9-dan da 8 çıxanda edəcək 1,6 manat və yaxud da 1 manat 60 qəpik qaytaracaq. Onluq kəsirlərin toplanması. 2 onluq kəsiri alt-alta toplamaq üçün natural ədədlərdə olduğu kimi uyğun mərtəbələrdəki rəqəmlər və vergüllər bir-birinin altında yazılır. Sonra isə ən sağdakı mərtəbədən başlamağa toplanılır. Hər mərtəbə üzrə alınan cəm 10 və daha böyük olduqda soldakı mərtəbəyə bir vahid əlavə olunur. Məsələn, 3,76 üstə gəlsin 1,48. Vergül vergülün altında qoymaq lazımdır. 4-ün üstünə, deməli, 6-nın üstünə 8 gələndə edəcək 14, 1 yadda. 7-nin üstünə 4 gələndə edəcək 11, o da 1, 12, yenə 1 yadda. 3-ün üzərinə 1 gələndə edəcək 4, o da 1 edəcək 5. Bunun cavabı edəcək 5,24. Onluq kəsirləri alt-alta yazılır, yazdıq. Yüzdə birlər toplanır, yəni bu 6 ilə 8. Onda birlər toplanır, təkliklər toplanır və vergüllər altında vergül yazılır. Əsas məsələ yenə də dediyim kimi vergülü vergülün altında yazmaqdır. Keçək 95-ə. Yadda saxla, onluq kəsirlərin cəmini tapmaq üçün uyğun mərtəbədəki rəqəmlər bir-birinin altında yazılır. Vergüldən sonraki rəqəmlərin sayı bərabər deyilsə, sıfırlar artırmaqla bərabərləşdirmək olar. Vergül nəzərə alınmadan natural ədədlərdə olduğu kimi toplanır, sonra isə vergüllərin altında yazılır. Birinci tapşırıqda bizə deyir ki, cəmi tapın. 8 ilə 7-ni toplayanda edəcək 15, 1 yadda, 0-ın üstünə 2 gələndə 2, o da 1, 3, edəcək 3,5. 6-nın üzərinə 4 gələndə 0 yazdıq, 1 yadda, 8-in üzərinə 2 gələndə 10, o da 1, 11, 1 yadda, 7-nin üstünə 3 gələndə 10, o da 1, 11. Vergülü də olduğu yerə çəkirik, edəcək 11,1. 5-in üzərinə 6 gələndə 11, 1 yadda, 4 üstəyə 8, 12, o da 1, 13, 1 yadda, vergülü çəkdik, 3-ün üzərinə 2 gəldi, 5, o da 1, 6, altdan %31. 8-in altında heç nə yoxdursa, bura 0 əlavə edə bilərik, 8 üstəyə 0, 8, 4 üstəyə 7, 11, 1 yadda, 4 üstəyə 7, 11, o da 1, 12 edəcək. Vergülü də buradan çəkəcək. 12,18.
4 üstəgəl 7 11 1 yadda. 5 üstəgəl 4 9 o da bir 10 0 yazırıq 1 yadda. 3 üstəgəl 7 10 o da bir 11 1 yadda. 2 üstəgəl 4 6 o da bir 7. Vergülü də həmin yerdən çəkirik. Burada 0 əlavə edirik. 0 üstəgəl 6 6. 5 üstəgəl 6 11 1 yadda. 5 üstəgəl 4 9 o da bir 10 0 yazırıq 1 yadda. 7 üstəgəl 3 10 o da bir 11. Vergülü də buradan çəkirik. Bu boş qalan yerlərə 0 əlavə edə bilərik. Burada 0 əlavə edə bilərik. 6 6 üstəgəl 8 14 4 yazıram 1 yadda. 1 üstəgəl 2 3 o da bir 4 tam. Vergülü də buradan çəkirik. Burada boş olan hissəyə 0 yaza bilərəm. 2 üstəgəl 5 7 5 üstəgəl 7 12 o da 5 o da 8 20 0 yazıram 2 yadda. 4 üstəgəl 7 11 o da 5 16 o da 2 18 1 yadda. 3 üstəgəl 5 8 o da 2 10 o da 1 11 1 yadda. Burada da 1 var. Üstünə 1 gələcək 2 21 tam 1000-də 807 alırıq. Keçək ikinci tapşırığa. Alt-alta yazmaqla toplayın. 0,7 üstə gəlsin 1,5 2 1 yadda 1 o da 1 2 2,2 2 tam %32 üstə gəl 1 tam %72 2 ilə 2 4 3 üstəgəl 7 10 0 yazıram 1 yadda. 2 üstəgəl 1 3 o da 1 4. Vergülü də buradan yazdım. 4 tam %64 üstəgəl 3 tam %39 4 üstəgəl 9 13 1 yadda. 6 üstəgəl 3 9 o da 1 10 0 yazdım 1 yadda. 4 üstəgəl 3 7 o da 1 8 8 tam %3 verəcək. Bunları həll etdik. Digərinə baxaq. 8 tam %64 üstəgəl. Baxın, buradakı vergülün altına yazmaq lazımdır. Yəni 2 tam vergül sonra yazılacaq 1000-də 472. Boş qalan hissəyə 0 əlavə edirəm. Toplayıram. 2 11 1 yadda 10 o da 1 11 1 yadda 10 o da 1 11. Vergülü də həmin yerdən çəkirəm. Yəni vergüllərin altından çəkirəm. 2 tam 1000-də 753 üstəgəl 8 tam 1000-də 648 8 üstə 3 11 1 yadda 5 ilə 4'ü toplayanda 9 o da bir 10 0 yazdım 1 yadda 7 ilə 6 13 o da bir 14 1 yadda 8 ilə 2 toplayanda 10 o da bir 11 vergül də vergülün altından çəkirəm 11 tam 1000-də 401 edir. Baxaq buna 1 tam %25 üstəgəl 0 tam 1000-də 965 burada 2 tam 10'da 8 fikir verirsinizsə vergüllərin altındadır. Boş qalan hissəyə sıfırlar əlavə edə bilərik. Buranı toplayanda 5 buranı toplayanda 11 1 yadda buraya edir 19 o da 1 edir 20 0 yazıram 2 yadda toplayanda edir 3 o da 2 5 5 tam 1000'də 15 edir. Bunun da həllini yazdıq. 3-cü tapşırıqla davam edək.
Toplananları təkliklərə qədər yuvarlaşdıraraq cəmi təxmin edin, sonra dəqiq hesablayın. Təkliyə qədər 7,92-ni təkliyə qədər 7-dən sonrakıda 9 olduğuna görə 7-nin üzərinə 1 gələcək, edəcək 8. 12,14-ü təkliyə qədər 2-dən sonra 1 gəldiyinə görə 2 olaraq qalacaq, yəni 12 edəcək. Toplayaq 8, üstə gəlsin 12, bizə verəcək 20. Dəqiq hesablayaq. Deməli, təxmini cavab elədi 20. İndi dəqiq hesablayaq. 7,92 üstə gəl 12,14 6 0 1 yadda 9 o da 1 10 0 yazdıq 1 yadda, bu da 20 tam. 20,6 bu bunun dəqiq cavabıdır. Təxmini cavabı da 20-dir. Birincini etdik. Keçək ikinciyə. %82-ni təkliyə qədər 2-dən sonra 8 gəldiyinə görə 2-ni 1 vahid artırırıq, 3 edir. 31,19-u təkliyə qədər yuvarlaqlaşdıranda edəcək 31. 3-dən 31-i toplayacaq, edəcək 34. Bu təxminidir. Gəlini dəqiq hesablayaq. 2,82 üstə gəlsin 31,19. 1 yadda, 9 o da 1, 10 0 yazdıq, 1 yadda, 3 o da 1, 4, bu da edəcək 34,1. Bu da bunun dəqiq qiymətidir. Baxaq buna. 17,9-un təqribi qiyməti 7-dən sonra 0 gəldiyinə görə 17 olaraq qalacaq. 18,87-nin təqribi qiyməti 8-dən sonra 8 olduğuna görə bu 1 vahid artacaq, 19 olacaq. 17 ilə 19-u toplayanda bizə verəcək 36. Bu təxminidir. İndi gəlin dəqiq qiymət hesablayaq. 17,9 üstə gəlsin 18,87. 9 ilə 7-ni toplayıram 6. Verdi 8. Daha doğrusu 16 edir. 1 yadda. 8 o da 1 9. Bunu toplayanda 15 1 yadda. 2 o da 1 3. 35,96. Bu da bunun dəqiq qiymətidir. Görürsünüz, yaxın qiymətləri alırıq biz həmişə. Baxaq növbətiyə. %28'in təkliyə qədər yuvarlaşdıranda bizə verəcək də 105. 14,75'i təkliyə qədər yuvarlaşdıranda bu 4'dən yuxarı olduğuna görə bu 15 edəcək. 105'in üzərinə 15 gələndə bizə verəcək 120. Bu təxminidir. Gəlin dəqiq qiymət hesablayaq. Dokuz, 1, 1. 119,99. Bu da bunun dəqiq qiymətidir. Və sonuncuya baxaq. Yeddə ondakini təkliyə qədər yuvarlaşdıranda edəcək 7. 2,9'u təkliyə qədər yuvarlaşdıranda edəcək 3. 1 vahid gələcək üstünə.
5,8'i təkliyə qədər yuvarlaşdıranda edəcək 6. 7 üstəgəl 3 üstəgəl 6 bizə verəcək 16. Bu təxminidir. İndi gəlin dəqiq qiymət hesablayaq. 10, bu da 9, 19, 9 yazıram bir yadda. Bu da edəcək 14, o da bir 15. 15 tam, onda 9 dəqiq qiymətdir. Təxmini qiyməti də 16 edir. Üçüncü tapşırıqdakı tapşırıqların hamısını bitirdik. Dördüncü tapşırıqla gəlin davam edək. Adi kəsri onluq kəsir şəklində yazın və cəmi tapın. Birincisində 4də 3'ü gəlin 100'ə gətirmək üçün 25'ə vuraq. Edəcək %75, yəni 0,75. Bu oldu 0,75. 0,75'in də üzərinə 8,27 gələk. 12 bir yadda. 9 o da bir 10, bir yadda, 8 o da bir 9. Bunun cavabı oldu 9,2. Buna baxaq. 8'də 3'ü gətirəcək onluq kəsirə. Bilirdik ki, bu minə gəlir də həmişə. Vuracaq 125'ə, bunu da vuracaq 125'ə. Bu edəcək 375. Yəni 0,375. Bunun da üzərinə 2,875 gələcək. Beş, 5, 10 bir yadda. 7, 7, 14 o da bir 5. 15 bir yadda. 3 ilə 8'i toplayanda 11 o da bir 12 bir yadda. 2 o da bir 3. Vergül də düşdü bura. Bunu da nəzərə almasaq edəcək 3,25. Baxaq buna. 20'də 3 bərabərdir. 100'ə gətirəndə 5'ə vururuq, bunu da 5'ə vururuq, edir %15. Yəni 0,15. 0,15'in üstünə 0,85 gəlirik. 5 ilə 5, 10 bir yadda. 8 ilə 1, 9 o da bir 10 bir yadda. Bu da düşəcək 1 tam. Cavab elədir 1 tam. %25'də 18'i 100'ə gətirə bilirəm. 4'ə vursam əgər. Bu edəcək 72. Yəni 0,72. 1,28'in üzərinə 0,72 gəlirəm. 10 bir yadda. 9 o da bir 10 bir yadda. 1 o da bir 2 tam edəcək. Deməli bu misalın cavabı oldu 2. Tam 20'də 11'i gətirə bilərəm 100'ə. Bunun üçün 5'ə vurmalıyam. Edəcək 2,55. 6,50'də 11'i gətirə bilərəm. Bunu da 100'ə 2'yə vursam əgər %22 edəcək 6,22. Toplayaq 2,55 üstə gəlsin 1,23 üstə gəl 6,22. Bu edəcək 10 0 yazırıq bir yadda. Bu edəcək 7 o da 2 9 o da bir 10 0 yazırıq bir yadda. Bu edir 3 o da 6 9 o da bir 10.
Tamı da buradan çəksək, vergüldən sonraki sıfırları nəzərə almasaq, bunun cavabı edəcək 10 tam. 5-ci tapşırığına gəlin davam edək. Beşinci tapşırıqda bizə deyir ki, əvvəl təxmin etməklə, sonra isə dəqiq hesablamaqla müqayisə edin. 3,5 ilə 3,9 bunu 3,5 ilə 3,9-u təxmini hesablayanda bunu 4 kimi, bunu da 4 kimi hesablayanda bu 8 edəcək. 13-ü də 2-yə böləndə 7,5-dir. Yəqin ki, bu tərəf böyük olacaq. Yəni hesablayaq. 3,5 üstə gəl 3,9 4 bu edəcək 7,4. On üçü də 2-yə böləndə 13-ü 2-yə böləndə də edəcək 6,5. Əlbəttə ki 7,4 böyüdür nədən? 6,5-dən. Təxmini hesablayanda da biz 8 hesablamışdıq, yenə də böyük olurdu. Baxaq ikincisinə. Əvvəl bu hissəni hesablayaq. Məsəl üçün 2,7 üstə gəlir, 2-də 1 də 0,5 kimi götürə bilərik. Bunu məsəl üçün 3, bunu da 1 kimi götürəndə bu 4 edir, yenə də kiçik olur bundan. Amma gəlin dəqiq hesablayaq. 2,7 üstə 0,5 12 1 yadda 2, o da 1 3 3,2 edir. Yenə də 5,7 3,2-dən kiçik olur. Baxaq üçüncüsünə. Yəni gözə yarı da baxanda bilindi ki, onsuz da 5,7 daha böyükdür. Burada 2,4 ilə 3,8-i toplamaq. Bu 2 götürsək, bunu da biz 4 götürsək, bu təqribən 6-dır. 0,24-dən 6,873-ü deməli, bunu biz 0 kimi götürsək, bunu da 6,873-ü də 7 kimi götürə bilərik. Təqribən bu 7-dir. Yəni bu tərəf daha böyük olmalıdır. Gəlin yoxlayaq. 2,4 üstə gəl 3,8 2 1 yadda 6,2 bura elədi. İndi gəlin sağ tərəfi yoxlayaq. 0,24 üstə gəlsin 6,873 3 11 1 yadda 10 o da 1 11 1 yadda 6 o da 1 7 7,113 də bu tərəf eləyir. Yenə də görürük ki, bura daha böyükdür. Burada riyaziyyat tarixindən çox qəşəng bir məlumat verilib. Onu özünüz oxuyursunuz. Səhifə 96 ilə davam edirik. Səhifə 96-da 6-cı tapşırıqla davam edirik. Bizdə deyir ki, fərqi tapın. 3,10 deməli 3,2-dən 1,7 çıxanda 2-dən 7-ni çıxmaq üçün bunun birini veririk bura. Bu olur 12. 12-dən 7 çıxanda edir 5. 3-dən də birini verilmişdi, qalmışdı burada 2. 2-dən 1 çıxırıq 1,5 edir burada. Burada vergüldən sonra 6-dır. Sonra bir dənə 0 əlavə edirəm ki, burada 10-dan 7 çıxacam 3. Burada qaldı 5. 5-dən 1 çıxacam edəcək 4. 4-dən də 1 çıxacam 3,43 edəcək. 8-dən 9-u çıxmaq üçün 5-dən 1-in verirəm. Bu edir 18. 18-dən 9 çıxanda 9. 5-dən 1-in vermişdim. 4 qalmışdı. 4-dən 3 çıxanda 1. 2-dən də 0 çıxanda 2 edəcək. 2,19. Bu 0-dan 1-in verə bilmirəm bu 4-ə. Amma 8-dən 1-in verirəm buna 10 olur. Sonra 10-dan 1-in buna verirəm. Bu 14 olur. Bu isə 9 qalır. 14-dən 7 çıxanda 7. 9-dan 8 çıxanda 1.
8-dən də birim vermişdim, qalmışdı 7. 7-dən 6 çıxanda 1,17. 4-dən 2 çıxanda 2. 16-dan 7 çıxanda 3. 2-dən də 1 çıxanda 1,32 edəcək. Burada 14-dən 8 çıxsan 6. Burada qalır 9. 9-dan 1 çıxanda 8. Burada qalmışdı 1. Buradan da 1'ini alıram. 11'dən 4 çıxanda 7. Burada 8'dir. 8'dən də 8 çıxanda 0 tam edəcək. Burada boş qalan hissəyə 0 edirəm. 3'dən 1'ini alıram. Bu edir 10. 10'dan 9 çıxanda 1. Burada qalmışdı 2. 2'dən 1'in verirəm. 12. 12'dən 6 çıxanda 6. Bu 2'dən 1'in vermişdim, 1 qalmışdı. 5'dən də 1'in verirəm, edir 11. 11'dən 3 çıxanda edir 7. Daha doğrusu 8. Buradan da 5'dən 1'in vermişdim. 4. 4'dən 2 çıxanda 2 tam 1861'dir. 1,3'dən 0,6'nı çıxanda bura 0 atıram. 10'dan 6 çıxanda 4. Burada qalmışdı 2. 2'dən 0 çıxanda 2. Burada da 1,24. 6'nın yanına 0 atıram. 10'dan 8 çıxanda 2. Burada qalmışdı 5. Çünki 1'in vermişdim axı. Buradan da 8'dən də 1'ini alıram. Bu olur 15. 15'dən 8 çıxanda 7. Burada qalır 9. Burada da qalır 0,1972. Baxaq 7-ci tapşırığa. Alt-alta yazmaqdan çıxın. 3,5 çıxılsın 1,8. 3'dən 1'in verirəm, olur 15. 15'dən 8 çıxanda edir 7. 3'dən 1'in vermişdim, 2 edir. 2'dən 1 çıxanda 1,7. 3,42 çıxılsın 2,71. 2'dən 1 çıxanda 1. 3'dən 1'in verirəm 4'ə, olur 14. 14'dən 7 çıxanda 7. 3'dən 1'in vermişdim, 2 qalmışdı. 2'dən də 2 çıxanda 0 tam edəcək. 4,5 çıxılsın 2,65. Bura bir 0 əlavə edirəm. 10'dan 5 çıxanda 5. Burada qaldı 4. 4'dən 1'in verirəm 14. 14'dən 6 çıxanda 8. 4'dən 1'in vermişdim, 3 qalmışdı. 3'dən 2 çıxanda 1,85. 5,1241'dən çıxıram 3,1453'ü. 11'dən 3 çıxanda edəcək 8. Burada qaldı 3. 1'ini alıram, 13'dən 5 çıxıram 8. Burada qaldı 1. 1'ini alıram, 11'dən 4 çıxıram, edir 7. Burada qalmışdı 4. 4'dən də 3 çıxıram, 1 tam edir. 8,72'dən çıxıram 3,56'nı. Bura 0 əlavə edirəm, 10'dan 6 çıxanda 4. Burada qalır 1. 7'dən 1'in verirəm, edir 11. 11'dən 5 çıxanda 6. Burada da 1'in vermişdim, 6 qalmışdı. 6'dan 0 çıxanda 6. 8'dən də 3 çıxanda 5,1664 edir. 8-ci tapşırıqdan davam edək. Onluq kəsirləri təkliklərə qədər yuvarlaşdırmaqla fərqi təxmin edin, sonra dəqiq hesablayın. On 7,8-ci təqribi qiyməti təkliyə qədər eləyəndə edəcək 18. 9,12-ni təkliyə qədər yuvarlaşdıranda edəcək 9 olduğu kimi qalacaq. Yəni 18 çıx 9, 9. Bu təxminidir. Dəqiq qiymətini hesablayaq. 17,8 çıxılsın 9,12. Bura 0 əlavə eləsəm, ondan 2 çıxanda 8. Burada qalır 7. 7'dən 1 çıxanda edir 6.
17-dən də 9 çıxanda edir 8,68. Bu da dəqiq qiymətidir. Baxaq buna. %37,1 təkliyə qədər yuvarlaşdıranda 1 olduğuna görə bu 37 qalır. 19,87-ni təkliyə qədər yuvarlaşdıranda bu 8 olduğuna görə bunun üzərinə 1 gəlinir. 9-un, 19-un üzərinə 1 gəlində edir 20. Yəni 37-dən 20 çıxanda təxminən 17 olacaq. Təxmini. İndi dəqiq qiymətini hesablayaq. 37,1 çıxılsın 19,87. Bura bir 0 atıram. 1-dən verirəm buna. Edir 10. 10-dan 7 çıxanda 3. Burada qalmışdı 0. 7-dən 1-in verirəm. Edir 10. 10-dan 8 çıxanda 2. Burada qalmışdı 6. 3-dən 1-in verirəm. 16. 16-dan 9 çıxanda edir 7. 3-dən də 1-in vermişdim, 2 qalmışdı, 2-dən də 1 çıxanda 1. 17,23 edir. Baxaq buna, 48,88-i yuvarlaşdıranda edəcək 49 təkliyə qədər. 9,1-i təkliyə qədər yuvarlaşdıranda edəcək 9. 49 çıxılsın 9 edəcək 40. Bu təxminidir. Təxmini. İndi dəqiq cavabına baxaq. 48,88 çıxılsın 9,1. 8-dən 0 8, 8-dən 1 7. Buradan 1-in verirəm. 18-dən 9 çıxanda 9. Burada da qalır 39,78. Bu da dəqiq qiymətidir. 63,81-i təkliyə qədər yuvarlaşdıranda 8 olduğuna görə bunun üzərinə 1 gəlinəcək 64 olacaq. 19,82-ni təkliyə qədər yuvarlaşdıranda 0 olduğuna görə elə 19 olaraq qalacaq. Biz burada 64-dən 19 çıxacağıq. Bizə verəcək 45. 45 təxminidir. İndi gəlin dəqiq qiymət hesablayaq. 63,81 çıxılsın 19,82. Bura bir 0 əlavə elədim. Ondan 2 çıxanda 8. Burada qaldı 0. 8-dən 1-in verirəm. Bu edir 10. Ondan 8 çıxanda 2. 8-dən 1-in vermişdim, olmuşdu 7. 7-dən 0 çıxanda 7. 6-dan 1-in verirəm, buna olur 13. 13-dən 9 çıxanda edir 4. 6-dan da 1-in vermişdim, 5 qalmışdı. 5-dən də 1 çıxanda 4 edəcək. Dəqiq cavabı da edəcək 44-dən 1728. İndi keçək səhifə 97-yə. Səhifə 97-də 9-cu tapşırıqda bizə deyir ki, adi kəsiri onluq kəsir şəklində yazın və fərqi tapın. Deməli, 4-də 3-ü çevirəcək onluq kəsirə 25-ə vurmalıyıq. Edəcək %75, yəni 0,75. 0,75-dən də çıxmalıyıq 0,62-ni. 3, 1, 0,13 edəcək. Bunun cavabı. Baxaq ikincisinə. 5-də 7-ni 10-a gətirə bilərəm. 2-yə vursam əgər. Edəcək 10-da 14. Bu da edəcək 1,4. İndi 1,4-dən çıxıram 0,78-i. Bura 0 əlavə edərəm. Ondan 8 çıxanda 2. Burada qalmışdı 3. 13-dən 7 çıxanda 6. Edəcək 0,62.
Baxaq növbətiyə. %20-də 19-u çevirək, 100-ə gətirmək üçün 5-ə vuracaq. 19-u da 5-ə vuranda edəcək 95. Yəni 0,95. İndi 0,95-dən çıxıram 0,785-ə. Buna 0 əlavə edirəm. Ondan 5 çıxanda 5. Burada qaldı 4. 14-dən 8 çıxanda 6. 9-dan 1-in vermişdim. 8 idi. 8-dən 7 çıxanda 1. Bu da edəcək 0,165. Baxaq buna. Birinci 4-də 1-i çevirək. 4-də 1 100-ə gələcək. 25-ə vursam əgər. Eləcək %25, yəni 0,25. İndi 3,32-dən çıxıram 0,25-ə. 12-dən 5 çıxanda 7. Burada qaldı 2. 2-dən 2 çıxanda 0. Bu da eləcək 3,7. Sonuncuya baxaq. 2-də 1 bərabərdir. 10-a gətirsəm 5-ə vurmalıyam. 0,5. 0,5-dən 0,27-ni çıxmalıyam. Bura bir 0 əlavə edərəm. Ondan 7 çıxanda 3. 5-dən 1-in vermişdim deyə 4 qaldı. 4-dən 2 çıxanda 2. Edər 0,23. Keçək 10-cu tapşırığa. Hesablayın. 1,6 üstə gəlsin 2,7. Sonra çıxacam 3,9-a. 6 üstəyə 7, 13, 1 yadda, 3 o da 1, 4. 4,3. İndi bundan da 3,9'u çıxıram. 13'dən 9 çıxanda 4, 3'dən 3 çıxanda 0, 0,4. %78 çıxılsın 2,19. Deməli, bu verəcək 9, 5 və 1, 1,59. Üstünə də 0,5 gələcəm. 9, 10, 0 yazdım, 1 yadda 1, o da 1, 2,9 edəcək. Dörtdə biri %25 kimi göstərəcəm, yəni 0,25. 0,25'in üzərinə 0,84 gələcəm. 9, 10, 1 yadda 0, o da 1, 1,9. İndi 1,9'dan çıxıram 0,127'ni. Burası 0 əlavə eləsəm, ondan 7 çıxanda 3, burada qaldı 8, 8'dən 2 çıxanda 6. 1'dən də buna verirəm, bu olur 10, ondan 1 çıxanda 9, burada da 0 qalır. 0,963. Baxaq növbətiyə, 8'də 7 bərabərdir, bunu 1000'ə gətirə bilərəm. 125'e vursam 7'ni də 125'e vuranda da 875, yəni 0,875. 0,875'in üzərinə 1,382'ni gəlirəm. 7, 15, 1 yadda, 11 o da 1, 12, 1 yadda, 1, 2.
2 tam 1257. Bundan da çıxıram 0,9'u. Bu edir 7, bu edir 5. 12'dən 9 çıxsanda 3. Burada da birim vermişdim deyə 1 tam 1357 edir. Baxaq 11-ci tapşırığa. Əvvəlcə təxmin etməkdə, sonra isə dəqiq hesablamaqla müqayisə edin. 3,5-dən 2,9 çıxsanda, yəni bu haradasa bunu 4-ə yuvarlaşdırsa, bunu 3-ə yuvarlaşdırsa 1 tam eləyər. Buradan dəqiq görünür ki 2,3 daha böyükdür. Gəlin yoxlayaq. 3,5 çıxılsın 2,9. 15-dən 9 çıxanda 6, 2-dən 2 çıxanda 0. Bura edir 0,6. Əlbəttə ki daha kiçikdir. Bir 1,9 üstəyə 0,8. Bu bizə verəcək 2,7. Burada da 3,2 çıxılsın. Bura verdi 2,7. 2-lə 1 də 0,5'dir. 12'dən 5 çıxanda 7 qaldı 2,7. Bunlar bir-birinə nə oldu? Bərabər oldu. Bu 2, bu da 2. Bu 0 tama yaxındır. Bu da 5 tam %24'dür. 5 hesablasaq, bu da 5, bu da 0 tama yaxındır. Gəlin dəqiq hesablayaq. 2,1 çıxılsın 1,9. 11-dən 9 çıxanda 2, 1-dən 1 çıxanda 0. Belə də 0,2. Bunu hesablayaq. 5 tam %24 çıxılsın 4 tam 1873. Burası 0 əlavə eləsəm, ondan 3 çıxanda 7. Burada qaldı 3. 13-dən 7 çıxanda 6. Burada qaldı 1. 11-dən 8 çıxanda 3. Burada qaldı 4. Bu da elədi bizə 0,367. Bura daha böyükdür. Baxaq 12-ci tapşırığa. Baş kanallara uyğun rəqəmləri tapın. 3-ün üzərinə 4 gəlsəm 7 edər. Deməli, 3-ün üzərinə 8 gəlsəm 11 edər. 1 yadda. 2-nin üzərinə 1 gələndə 3 edər. Bura 3 deyələ. 3-ün üzərinə neçə gələndə 12 edər. 9. 12, 1 yadda. 1 yaddadır. 5-in üzərinə 1 gələcəm. Bura gələcək 6. Burada gələk 6 yazım. Deməli, yoxlayaq. 6 tam 1233 üstə gəlinsin 5 tam 1984. 12 tam 1217 verir bizə. Bura gələk 5 yazım ki, 5-in üzərinə 6 gələndə 11, 1 yadda. Biri də gələk bu 2-nin üzərinə eləsin 3. 3-ün üzərinə 7 gələndə edir 10. 1 yaddadır. 1 gələk bu 8-in üzərinə 9. Bura gələk 1 yazaq. 10. Bura oldu 7. 7-nin də üzərinə gələk 4 yazım ki, toplayanda 11 versin. Bu çıxmadı indi. 8-in deməli bu 13 olmalıdır ki, 13-dən 5 deməli 3 olmalıdır burada. 3-dən 5 çıxanda 8. Deməli bu birim bundan almışdı. Burada qalıb 3. 13-dən neçə çıxanda 9 edər. 4 çıxanda. Bu da 1'ini almışdı buradan. Ondan 3 çıxanda 7 edir. 1'ini də alıbsa deməli bu 11 imiş.
buradan alır. Burada da 6 qalıbmış. 6-dan da gərək 2 çıxaq ki 4 eləsin. Gəlin yoxlayaq görək. 7143-dən çıxıram. 7 tam 1143-dən çıxıram. 2 tam 1345-i. Deməli belə. 13-dən 5 çıxanda 8. Burada qalmışdı 3. 13-dən 4 çıxanda 9. Burada qalmışdı 1'in vermişdi 0 qalmışdı. 7-dən də 1'in alıram 10. 13-dən ondan 3 çıxanda 7. Burada da qalmışdı 6. 6-dan da 2 çıxanda 4 tam. Düz tapmışıq. Baxaq buna. 12 tam onda 2 çıxılsın. 3 tam 15. Deməli 5 buradan heç də çıxmayıb deyə. Deməli burası 0 0 əlavə eləsək, ondan 5 çıxanda 5. Deməli burada 9 qalıb. 9-dan 1 çıxanda burası 8 düşəcək. Buradan 1'in vermişdi yaxı 1-dir. 1-dən nə çıxanda 1 eləyər? 0. 12-dən də 3 çıxanda edəcək 9. Belə yazılacaq. Baxaq 13-cü tapşırığa. Tənlikləri həll edin. X üstə gəlsin 15,8 bərabərdir 20. X bərabərdir 20-dən gərək 15,8-i çıxaq. Biraz 0 atsam, ondan 8, 2 qaldı burada 19, 19-dan da 5 çıxanda 4,2 edəcək. İkincisinə baxaq. Y çıxılsın 2,3 bərabər 4,9. Y-i tapmaq üçün gəlib bunları toplayaq. 4,9-dan 2,3-ü toplayaq. 9-dan 3 toplayanda 12, 1 yadda, 2 ilə 4, 6, o da 1, 7. Eləcə 7,2. A üstə gəlsin 4,3 bərabərdir 10 çıxılsın 4,3. A üstə gəlsin 4,3 bərabərdir. Ondan 4,3 çıxsan edəcək 5,7. A da bərabərdir. Toplanan cəm 5,7-dən təzədən 4,3 çıxmalıyam. Bu da bizə verəcək 1,4. Sonuncusuna baxaq. 5,2 çıxılsın B bərabərdir 4 çıx 1,5. 5,2 çıxılsın B bərabərdir 4-dan 1,5 çıxanda edəcək 2,5. B də bərabərdir 5,2-dən çıxmalıyam 2,5-i. 12-dən 5 7 qaldı burada 4, 4-dən də 2 çıxanda 2,7 edəcək. Bu da 13-cü tapşırığın cavabları idi. Baxaq 14-ə. Boş xanalara uyğun ədədləri tapın. Deməli, nəyin üstünə 2,48 gəlsə 5,12 edər, çıxacaq. 5,12-dən çıxmalıyıq 2,48-i. 12-dən 8 4. Burada qaldı 0. Ondan 4 6. Burada qalmışdı 4. 4-dən də 2 2,64. Gəldik 5,12-dən 1,5 çıxacaq sonra. 5,12 çıxılsın 1,5. 2-dən 0 2. 11-dən 5 6. 4-dən 1 3. 3,62. 3,62-nin üzərinə 3,56 gələcək. 8, 11, 1 yadda, 6, o da 1, 7. 7,18.
Sonra 7 tam %18'dən çıxacağıq 3,9'a. Bura 0 atsaq 8'dən 0 8, 11'dən 9 2. Burada da qaldı 6. 6'dan 3 çıxanda 3 tam %28. Baxaq indi B variantına. Görürsünüz ki, bunlar hamısı boşdur. Deməli, biz geriyə qayıtmaqla həll eləməliyik. Nəyin üzərinə 1,8 gəlsəm, 8 tam %25 edər. Deməli, mən indi buradan çıxmalıyam 1,8'ə. 8 tam %25 çıxılsın 1,8. 5, 12'dən 8, 4. Burada qaldı 7, 7'dən də 1 çıxanda 6'dan %45. Geri qaydanda mənfi 0 tam, deməli, üzərinə 0 tam %33 gəlməliyəm. 0 tam %33 gəlməliyəm. 8, 7, 6 tam %78 edəcək. Geri qaydanda üzə çıxmalıyam təzədən. Çıxılsın 3 tam %98. 0, 17'dən 9 çıxanda edəcək 8. Burada 5 qalıb, 5'dən 3 çıxanda 2 tam. Burada sayılmayacaq, edəcək 2,8. Geri qaydanda yenə 2,8'e çıxmalıyam. 2,8'dən 2,8 çıxanda edəcək 0. Baxaq 15-ci tapşırığa. Düzbucaqlı formada bağın uzunluğu 12,4 metr. Eni 3,8 metrdir. 12,4, bu da 3,8. Bağın perimetri boyu hasar çəkmək və 3,6 metr enində qapı qoymaq lazımdır. Bunun üçün neçə metr uzunluqda hasar çəkmək tələb olunur. Tutaq ki, buradan belə bir qapı qoyulacaq. Məsələn, buradan bir qapı qoyulacaq. Bura qapı qoyulan yerə hasar çəkilməz. O qapının da eni deməli 3,6 metrdir. Birinci gəlin bunun ümumi perimetrini tapaq. Perimetrini tapmaq üçün 2 vurulsun enlə uzunluğu toplamalıyıq. Üç tam onda 8 üstə gəlsin 12,4. 2 1 yadda 15 o da 1 16. 2'ni vururam 16,2'yə. Bu edəcək 32,4. Ümumi perimetrim 32,4'dür. Bu 3,6'da çıxıram buradan. Bizə lazım olmayacaq. 32,4 çıxılsın 3,6. 14'dən 6 8, burada qaldı 1. 11'dən 3 çıxanda 8, burada qaldı 2, 28,8 edəcək. 8,8 metr. Baxaq 16-cı tapşırığa. Samir məftildən üçbucaq düzəltdi. Üçbucağın tərəflərindən birinin uzunluğu 20,7 cm-dir. Digər tərəfi bundan 8 cm uzundur. Deməli 20,7'nin üzərinə 8 gələcəm. Edəcək 28,7. Üçbucağın üçüncü tərəfi isə bu iki tərəfin cəmirindən 10,6 cm qısadır. 20,7 ilə 28,7'ni toplayıram. 14 bir yadda 8, o da bir 9. Bu edir 49,4. 49,4'dən də çıxıram 10,6'na. 14'dən 6 8, burada qaldı 8. 4'dən də bir 3.
Burada bizə verdi 38,8. İçbucağı düzəltmək üçün samir uzunluğu neçə santimetr olan məftildən istifadə etdi. Deməli, perimetri tapmalıyam. 20,7 üstə gəlsin 28,7 üstə gəl 38,8 bərabərdir. Bu ikisini toplamışdım. 49,4 edir. 49,4'ün də üzərinə gəlirəm 38,8'e. 12 bir yadda, 17 o da bir 18 bir yadda, 7 o da bir 8. 88,2 santimetr istifadə eləməlidir. Baxaq 17-ci tapşırığa. 2 bidonda cəmi 14,8 litr süd var. Birinci bidon, ikinci bidon. Bidonlardan birindəki süd o birindən 2,8 litr çoxdur. Buna x götürək, buna da x üstə gəlsin 2,8 götürək və cəm olsun 14,8. Gəlin tənliyi quraq. X üstə gəlsin, x üstə gəl 2,8 bərabərdir 14,8'e. 2x üstə gəl 2,8 bərabərdir 14,8'e. 2x bərabərdir 14,8'dən 2,8 çıxırıq. Bu bizə verir 12. X də bərabərdir 12'ni 2'ye böləndə edir 6. 6'nın da üstünə 2,8 gələndə burada da eləyəcək 8,8. Deməli cavabımız oldu 6 litr, bir də 8,8 litr. Bununla da bu mövzunun sualların izahına baxdıq. Videolarımızı bəyənib kanalımıza abunə olmağı unutmayın. Hər birinizə uğurlar.